Bu gecə mübarək Ramazan ayının 19-cu gecəsi Qədr gecəsinə ehtimal olunan 3 gecədən biridir. Və söhbət elədikdən sonra inşallah bir yerdə bu gecənin dualarını edəcəyik. Evlərdən də insanlar qoşulub bu duaları bizimlə bir yerdə təkrar edə bilərlər. Və bu özlüyündə əslində böyük bir məclisdir. Hər evi, evləri əhatə edən bir məclisdir. Qədr gecəsi məclisidir. Allah bu məclisi bu gecənin əməllərini elə bir ümumi məclis kimi qəbul edər inşallah. Və hamımıza, bütün bu gecə dua eləyənlərə inşallah ki, Allah nəzər eləyəcək. 3 gecə sizin qulluğunuzdayıq və bir mövzunu ardıcıl olaraq bu 3 gecədə danışarıq. Xatırlayıram, cümə günü insan həyatı haqqında danışırdıq. Həyatın xüsusiyyətləri, mərhələləri barədə danışırdıq. Və bu gün də insan həyatının mənəvi çalarları, mərhələləri haqqında danışmaq istəyirəm. İnsan həyatı sevir, insan həyat aşiqidir. İnsanın yoxluqdan xoşu gəlmir. Quran-ı Kərimdə də Həzrəti İbrahimin dilindən buyurur ki, İnni la uhibbul afilin. Mən qürub edənləri sevmirəm. Mən sondan xoşum gəlmir. Bir şeyin sonu çatırsa, mən onu sevmirəm. Sonu olan bir şeydən xoşum gəlmir. İbrahim Peyğəmbər mən deyir, amma insanı nəzərdə tutur. Yəni, insan sonu çatan bir şeyi sevmir. Çoxu ölümü son hesab elədiyinə görə ölümdən qorxur, ölümdən acığı gəlir. Çünki ölüm elə başa düşür ki, sondur. Amma Allah Peyğəmbərlər göndərir, bizə başa salır ki, ölüm son deyil, əbədiyyətin başlanğıcıdır. Ölümdən sonra əsas həyat başlanır. Həyatın əsas mərhələsi başlanır. Ölüm əbədiyyət qapısıdır. İnsan həyat aşiqidirsə, ölümü sevməlidir. Çünki ölüm həyatın daha ali mərhələsinə aparır insanı. Həyatın daha üstün mərhələsinə aparır insanı. İnsanın mənəvi həyatını dərəcələrlə ifadə etsək, mərhələlərə bölsək, İnsan həyatının mövcudluğunun ən ibtidai mərhələsi öz eyiblərini görmək, tənqidi qəbul etməkdir. Hardan bilək insan yaşayır? Hardan bilək insan yaşayır, var, mövcuddur? Ən aşağı əlaməti yaşamağın insanın öz xətalarını görməsidir, öz eyiblərini görməsidir. Tənqidi qəbul etməsidir. Bu həyatın əsas əlamətidir. Bu insanlar həyatda uğur qazana bilir, həyatlarını inkişaf etdirə bilir. O insanlar ki, öz səhvlərini və xətalarını etiraf edir, başqaları onları tənqid edəndə tənqidi sevə-sevə qəbul edir. Hədislərdə qeyd olunur ki, kim özündən razı olsa, mütləq hərəkətdən qalacaq, dayanacaq. Həyat o zaman bitir ki, insan özündən razı olur. Özündən razılıq böyük bir
bəladır insan üçün. Öz eybini görməyən təkəbbürlü adam nə qədər yaxşılığı olsa da sıfırlanır. Özündən razılıq, eybi görməmək yaxşılıqları əldən alır, heç eləyir, puç eləyir. O adam ki, eyblərini axtarmır, tapmır, görmür, sona çatıb o. Heç bir inkişafdan söhbət gedə bilməz. O dayanacaq, mütləq. İnsan adlı varlıq hər an daha yaxşı olmaq üçün çalışmalıdır. Daha yaxşı olmağa can atmalıdır. Hərəkətdə olmaq üçün eybləri axtarıb tapmalısan. Həyatın əlaməti hərəkətdir. Hədislərdə var ki, hədislərin çoxsunda bu var ki, öz eyblərinizə fokuslanın, təmərküzləşin. Məsələn, deyir, özvü hesaba çək. Leysə minnə mən ləm yuhasib nəfsəhu fi kulli yevm. Deyir ki, bizdən deyil, o adam ki, hər gün axşam özünü hesaba çəkmir. Biz əhl-i beytdən deyil, bizim yolumuzun yolçusu deyil. O adam ki, öz səhvlərini araşdırıb tapmır. Yəni, demək istəyir ki, sənin gündəlik məşğuliyyətin bu olmalıdır. Qalan hər şey bu kontekstdə olmalıdır. Bütün hadisələr sənin zəifliyi üzə çıxarmaq üçündür, səni özvə tanıtdırmaq üçündür. Sən gecə-gündüz özünlə məşğul olub eybləri, nöqsanları axtarmaqla məşğul olmalısan. Bu sənin gündəlik məşğuliyyətin adıdır. İnkişaf eləmək istəyən insan hey özünü araşdırır, eyblərini üzə çıxardır, özü haqqında bədgümandır. Bədgüman o mənada ki, yəni həmişə şübhəlidir özündən ki, yox, mənim nəsə əməlim düz deyil. Bir yoxlama gələr bir yerə, hər şey tökər, yoxlayar, insan özünün yoxlamasıdır. Hətta yaxşı əməllərindən şübhələnir ki, bunun altında nəfs var. Xeyr əməlindən, yaxşı işindən. Dəqiq hesab aparmalıdır adam özü ilə. Zarafat məsələ deyil. Güzəşt eləməməlidir özünə. Ayaq yeri qoymamalıdır. Adam özündən səmimi olmalıdır. Sərt olmalıdır. Özünə qarşı tələbkar olmalıdır. İmam Sadiq əleyhissalam buyurur ki, Əhəbbu ixvani iləyyə, mən əhda iləyyə uyubi. Buyurur ki, dostlarımın, qardaşlarımın, möminlərin içində ən çox sevdiklərim, eyblərimi mənə hədiyyə edənlərdir. Eyblərimi, nöqsanlarımı mənə deyən, hədiyyə edən insanlardır. Bu bir söz nə zaman olur ki, dostlar içində eybləri sənə deyənləri daha çox sevirsən, o zaman ki, sən bütün gün eybi axtarırsan. Deyirsən, görəsən, mənim eybim nədir? İşin gücüm budur. Biri də gəl qıraqdan sənə deyir, mən səndə eyb görmüşəm. Deyirsən, mən səni göydə axtarırdım, yerdə tapdım. Bu məntiqlə yanaşsan, eybi qəbul eləyərsən. Yox, sevərsən o adamı ki, nə yaxşı gəldin, mənə kömək elədin. Elə bir şeyi itirmirsən, biri deyəri tapdın, qiymətli bir şeyi. Adam eybi ilə məşğul olsa, biri gəlib kənardan deyəndə ki, üzr istəyirəm səndən, özdə hədiyyə eləmək, kobud demək yox, hədiyyə. Eybini hədiyyə, hədiyyəni necə hörmətlə təqdim eləyər? Qardaş qardaşa hədiyyəsini, eybini hörmətlə hədiyyə kimi təqdim edəndə bu sevinməlidir. Nə üçün? Çünki mən elə özüm axtarırdım. Nə yaxşı Allah səni yetirdi, gəldin mənə bir eybimi də dedin. Mən bunu heç görməmişdim. Ya görmüşdüm, daha da əmin oldum. Belə məntiqlə biz baxmırıq. Biz bizi tərifləyənləri sevirik, bizə irad tutanlardan acığımız gəlir. Çünki məşğul deyilik özümüzlə. Özümüzü araşdırmırıq ki, bu da özümüzə köməkçi hesab eləyək. Lap pis niyyətə deyir. Lap səhv niyyətə deyir. Nə niyyətə deyir, özü bilər, Allahı bilər. O da zəhmət çəksin, düz niyyətlə desin. Sənə nə düşüb? Sənə denən ki, qənimətdir, bir dənə eybim çatdı mənə. Bir eybimi tanıtdırdılar. Nə niyyətə deyir, özü bilər. Qənimətdir ki, bir eybim aşkar oldu özüm üçün.
Eybi axtarmaq lazımdır, hər gün. Axtarmasan, elə bilərsən, yoxdur. Ona görə deyir, hər gün axtar. Bu elə bir şeydir ki, bunu axtarmasan, get-gedə deyirsən ki, mən elə yaxşı adamam. Buna bir misal deyim, Peyğəmbərimiz gedir səhra ilə, səhabələrlə. Deyir, gedin odun yığın. Deyirlər, ya Rəsulallah, çöldə, səhrada, ağacsız, yarpaqsız, budaqsız, nə bilim mən, otsuz, ələfsiz çöldə odun haradaydı? Odun haradan tapaq? Deyir, gedin görün hələ nə tapırsınız. Gedir, hərə bir şey gətirir, görürlər, böyük bir tonqal qalandı. Böyük bir ocaq. Peyğəmbər də hər fürsətdən istifadə edir axı moizə üçün. Deyir, günahlarınız, eyibləriniz də belədir. Axtarmasan deyərsən, yoxdur. Başladınsa axtarmağa, işin içindən iş çıxır. Hey, görsən, çıxır, bir də görün, böyük bir tonqaldır. Öz eyiblərin. Od vurub yandırasan. Tapasan ki, yandırasan da, tapmayandan sonra qalır içində, üzr istəyirəm, iyilənir. Üzr istəyirəm, dönə-dönə. Bu pis ifadəmə görə. İyilənir, pis qoxusu aləmi bürüyür. Tap, üzə çıxart və yandır, aradan apar. Dezinfeksiya ilə özü içivi. Dezinfeksiya eləmək lazımdır. Mən öz eybimi tapmıramsa, diri deyiləm. Həyat bitib mənim üçün. Həyat əlaməti, bir adam yaşayır, hardan bilə eyblərini axtarır. Bu həyat əlamətidir. Çünki həyat hərəkətdirsə, eyblər hərəkətə mane olur. Bunları tap yolundan çək ki, inamla hərəkət eləyəsən. Ona görə dinimizdə tövbə, üzrxahlıq bu qədər mühümdir. Tövbə etirafdır, güclü adamların işidir. Şəxsiyyətli adamlar etiraf eləməyi bacarır. Şəxsiyyətsiz adam örtbastır eləyir öz səhvlərini. Şəxsiyyətli adam eybini tapa bilir. Həyatın ən ibtidai əlaməti budur ki, adam eybini tapır və deyir, ilahi, üzr istəyirəm, bu məndə təkəbbür tapmışam içimdə bugün. Sevinə-sevinə gəlir, bir mənada da narahatdır ki, məndə niyə bu var? Bir tərəfdən də sevinir ki, tapmışam. Gəlir Allaha təqdim eləyir. Quranda buyurur, sən ölüyə eşitdirə bilməzsən. Ölü eşitmir. Bəzi adamlara deyir ki, ölü yəni Quran oxumayın, ölülər eşitmir. Düzdür, Quran diriyə nazil olub, amma ölü salamı da eşidir, dua da gedir ona çatır. Ölünü eşitdirəməzsən, yəni öz eybindən xəbərsiz adama sən nə desin, xeyri yoxdur. Quran oxuyanda gərək baxasan ki, bax bunlar məndə var ya yoxdur. Quran bir güzgü dözvü göstərmək üçün sənə. Bu gecə dua gecəsidir. Deyirlər, dua ibadətin məğzidir. Dua bəndəliyin həqiqətidir. Bəndə dua eləyir. Dua bəndəlik halının ifadəsidir. Və deyirlər, duanın da mahiyyəti istiğfardır. İstiğfar nədir? Üzr istəmək. Üzrxahlıq. Üzrxahlıqdır. Böyük adamlar həmişə Allah huzurunda üzrxahlıq halındadılar. Böyük adamların xüsusiyyəti budur. Nə üçün həmişə diqqətlidirlər? Çünki biz dəqiq nizam-intizam olan bir aləmdə yaşayırıq. Millimetr dəqiqliyi ilə təşkil olunub bu aləm. Biz ayağımızı bir balaca kənara atanda aləmi bir-birinə vururuq. Buna görə diqqətli olmalıyıq. Ayağımızı kənara qoyanda da kompensasiya yolu deyib, gəl üzr istə, başqa şey istəmirəm. Gəldinəm bağışda, məndə var, mən səhv elədim. Üzrxahlıq hissi səndə olmalıdır. Çünki sən elə bir Allahın huzurundasan ki, neynəsən onun əzəməti qarşısında ərir yox olur. Əli boşluq hissi. Mən o gün dedim, bugün Qədr gecəsində insanlar evlərində oyaq qalacaq. Şükür Allaha bu il oruçdan da çoxdur. Şükür Allaha Ramazan ayında xəstəlik, yoluxmanın sayı da azalıb, əlhamdülillah. Bu da Allahın bir rəhmətidir. Ehtiyatlanırdı bəzi insanlar ki, immunitet zəifləyər, oruçdan çoxalar, xəstəlik yayılar, amma əksi oldu şükür Allaha. İnsanlar da evlərində, indi hər bir evdə bir məclisdir. Ailəsi ilə insanlar oturub, bu məclisə qoşulub, digər məclislərə, ya elə özləri, yaxşı olar ki, bir məclisə qoşulasan, çox yaxşı olar.
Mən hamısına müraciət edib bu sözü bir hədiyyə kimi bu gecə təqdim eləmək istəyirəm ki, dünyanın ən günahkar adamı kimi bu gecə gedək Allahın qapısına. O gün mən dedim, bir insan çox-çox istəyirəm, günahların içində batsın, şərab içən olsun, nə bilim mən qumar oynayan olsun, nə günahlar desən təsəvvür elə onu eləyib, elə bil bir saat qabaq tövbə eləyib, necə gedər Allahın qapısına? Sən mən də 18 gün oruç tutanlar da belə geçsin. Deməsinlər, orucla gəlmişəm. Sənin orucun belə bir şey deyil. Deməsinlər, neçə ilin namazını gətirmişəm. Desin ki, heç nə. Çalışdım, nəsə eləyim, heç nə eləyənmədim yenə. Allah elə xoş deyir bu halı. Ürəkdən bunu desin. Ki, gətirdiyim əli boşluğumdur. Mən nə qədər dəridən qabıqdan çıxıram, görürəm ki, heç nə eləyə bilmirəm. Allah onda başqa cür qarşılayır adamı. Onda deyir, mənim bəndəm, sən əməllərin hamısını böyüdəcəm, sən böyük əməl sahibisin. Sən deyirsən, mən heçəm, o deyirsən, böyük adamsan. Belə deyək də, formul, düstur belədir, yol belədir. Xalqın içində üzrxahlıq mədəniyyəti olmalıdır. Allahdan üzrxahlıq eləmək, üzr istəmək. Belə bir cəmiyyət tənqidi də rahat qəbul edəcək. Eybini bilən, axtaran, tapan tənqidi də dost-dostdan tənqid eşidər. Rahat qəbul edəcək. İmam Hadi əleyhissalam səhabələrindən birinə buyurur ki, qatib filanən, deyir, get filan kəsi tənqid elə. Get filan kəsə iraddarı bildir. İndi nə səhvləri var bilmirəm. Deyir, get filan kəsə eyblərini dinən, iraddarı bildir. Eyb axtarmaq pis şeydir, görəndə demək lazımdır, o başqa şeydir. Biri var cəmaatın eybini axtarasan, biri var çıxdı qabağa, bir dəfə, iki dəfə gözcüm, gördün ki, ona mane olur, dinən. Bu sevginin ifadəsidir. İmam deyir ki, get sahabəsinə deyir, görün nə mühüm məsələdir. Deyir, get filan kəsə eyblərini dinən, irad dinən. Ondan sonra buyurur ki, və qulləhu, İnnəllaha izə əradə bi'abdin xeyra, izə utibə qabilə. Buyurur ki, Allah bir bəndəsinə xeyir istəsə, xeyir vermək istəsə, ona bu xüsusiyyəti verir ki, ona irad deyəndə qəbul edir. Bu xeyirli bəndədir. Azdır belə adam. Peşmansan birinə bir söz deyəsən, düşmən olur səndən. Deyir, Allah bir bəndəyə xeyir vermək istəsə, onu eybi açıq eləyər, tənqidə açıq olar, eyblərini qəbul eləmək neyməti verər. Allah birinə xeyir vermək istəsə. Həzrət İsa aleyhissalam həvarilərinə deyir ki, siz bəziləriniz narahat olursunuz, eybləriniz deyiləndə sizə. Baxmayaraq ki, sizə haqq deyirlər, olan şey deyirlər. Və yəfrəhu izə mudihə bimə leysə fi. Deyir, bəziləriniz isə eybdən narahat olursunuz, amma sizdə olmayan bir fəziləti deyib sizi tərifləyəndə xoşunuza gəlir. Ən ağılsız adam budur. Mən bilirəm, məndə bu yoxdur. Falan kəs deyir, sən nə yaxşı adamsan, mən də inanıram, başlayıram sevinməyə. Hər deyilən tərifə inansan, özünü tanımırsan bəyəm. Sən bilirsən, axı bu səndə yoxdur. Quran deyir, bu münafiqlərin əlamətidir. Ki, onda olmayan bir şey ona nisbət verib tərifləyəndə xoşuna gəlir. Hətta olsaydı belə səndə o xüsusiyyət səni tərifləsəydilər, sevinməməliydin. Nəyə sevinirsən uşaq kimi? 2 nəfərin, 3 nəfərin alqışına, tərifinə, məst olub özündən çıxırsan, hara gedib çıxacaqsan belə? Hara gedib çatacaqsan? Düz söz adama gərək toxunmasın. İnsanda bir xüsusiyyət var, kamal tələbdir insan, kamillik istəyir. Ona görə özünü kamil görür, görmək istəyir. Ona görə eybini görmür. Əksinə kamal tələbli eybi göstərməlidir, nöqsanı göstərməlidir adama. İstiğfar nədir? Eyblərini görürsən, üzrxahlıq halına düşürsən, gedirsən Allahın qapısına. Sual budur. Adam ancaq eyblərini görsə ruhdan düşməz. Bunu psixoloqlar da deyə bilər ki, bu ki danışır oradakı eyblərini gör. Adam ancaq eyblərini görsə gecə-gündüz ruhdan düşər axı. Nə qədər olar eyblərdə qurdalanmaq? Axı adam deyər ki, nə gün deyəm mən, sonra bədbinliyə düşər axı. Dəfələrlə demişəm, bir də cavab verirəm. Mehriban Allaha desə yox.
Allah olmasa, Allah nəzərində olmasa, bəli, eyibləri axtardıqca, araşdırdıqca insan bədbin olur. Amma mehriban Allahın huzurunda desə, xeyr. Çünki Allah eyiblərini etiraf eləyənlərə ürək dirək verir. Deyir, narahat olma mənim bəndəm. Qüdrət mənim əlimdədir, səndən deməkdir, məndən düzəltmək. Onda niyə bədbin olsun ki adam? Onda gecə gündüz deyər, elə eyib deyim ki, məni sığallasın, mənə nəvaziş eləsin. Sən sadəcə başa düşmən, bilirsiniz, mexanizm nə qədər sadədir, bu Qədr gecəsində bu qiymətli sözlərdir. Çünki bunlar hamısı hədis və ayədir. Mexanizm nə qədər sadədir, deyir, tap eybi, gətir mənə ver, düzəldim, bunu eləmək istəmirik. İndi səni saxlasalar, desələr, neçədən eybim var, inanın çoxumuz tapa bilmərik. Deyər, elə mən imam övladıyam. Hüsnü, məndə nə eyb hardan nə gəzir. Amma belə necə deyim, sizə əda çıxardanda günahkarıq falan. Günahkarıq nədir günahın? Bir tapmısan nədir? Təkəbbür deyirsən, deməndə yox. Həsəd deyirsən, deməndə yox. Hüsnü bunda yox, amma deyir ki, mən günahkaram. Belə adamlar bağışlanmır. Vallah, mə yəncu minəz-zəmb İlla mən əqərrə bih. Deyir, and olsun Allaha, günahdan ancaq etiraf eləyənlər nicat tapacaq. Başqaları yox. Günahı dilinə gətirib etiraf edənlər nicat tapacaq. Qeyriləri yox. Əli əleyhissalamın Kumeyl duasına baxın, necə günahları ilə məşğuldur. Həzrət Əlidə günah yoxdur, amma adam ucaldıqca özündə günah daha çox görür. Biz deyirik, ilah, günahlarımı bağışla. Vəssalam. Deyir ki, Allahümmə qfirliyyəd-zunubəlləti tunzilul bəla. Günahlar fərqlidir. Bəla nazil edən günahlarımı bağışla. Allahümmə qfirliyyəd-zunubəlləti tuğayyirun ni'əm. Neymətləri əlimdən alan günahları bağışla. Neynədir ki, indi bu neymətlərdən məhrumuq, 2 ilə yaxındır, 2 ilə gedir ki, məsciddən, ziyarətdən, duadan, ibadətdən, yəni ictimai əməllərdən məhrumuq. Neynədir ki? Neynəmişik? Yaxşı, bu virusun təbii səbəbini araşdırdılar, tapdılar. Yox, biz Allahın bir hikməti nə idi bu işdə? Niyə özümüzə gəlmirik? Neynədik və niyə etiraf eləmədik ki, bəla girdi dövrəyə, ki, bəla bizə nəyəsə başa salsın? Niyə rahat etiraf eləmədik ki, bəlasız Allah deyir də başa düşdü də bəla nəyə lazım? Bəla nə üçün rəhmətdir? Bəla zəifliyimizi, eybimizi bizə başa salmaq üçündür. Əgər insan özü tapırsa da bəla ilə niyə ədəbləndirsin ki? Bəla ilə niyə tərbiyələndirsin ki? Nə üçün, nə səbəbdən? Allahümmə qfirliyyəd-dunubəlləti təxtikul isam. İsmət pərdəsini yıxan günahlarımı bağışla. Bir-bir günahlarını dilinə gətirir. Deyir, hər gün gecə imkanınız varsa, 300 dəfə hər gecənin payıdır. Allahdan 300 dəfə üzr istəyin. 70 dəfə istiğfar eləyin, gecə namazı qismət olsa. 70 dəfə. Niyə bu qədər çox? Çünki insan zatən naqisdir. Üzrxaxlığı ilə inkişaf eləyir. Allah istəmir gün hər gecə bizi sındırsın, gəlin məndən üzr istəyin. Xeyr, bu üzrxaxlıq səbəb olur biz inkişaf eləyək. Rəhməti cəlb eləməyin yoludur. Olmasaydı Allahın nəyinə lazım sən gedib ona etiraf eləyəsən, eləməyəsən. Bu gecə çoxlu istiğfar eləyək, çox bağışlanmaq istəyək. Bu gecə xüsusilə 19-cu gecə daha çox təkid olunub, istiğfar gecəsidir deyirlər. 19-cu gecə. Birinci Qədir gecəsidir də bu, ikisi qabaqdadır. Birincisində deyir, keçmişin ki, yükün yığmısan çiynivə, azad ol ondan. Çünki keçmiş sənin əl-ayağıva dolaşır. Keçmiş gələcəyə əsir eləyib sənin. Biz səbəb-nəticə dünyasında yaşayırıq. Biz o qədər əməllər eləyirik ki, gələcəyimizdəki hadisələr dəyişir günahlarımıza uyğun. Günahlarımıza görə silsilə bəlalar bizi gözləyir. Sıfırlama fürsəti 19-cu gecədir. Üzr istəyirsən, Allah deyir ki, dəyişdim, bütün müqəddəratı dəyişdim. Bu günahlar səbəb olacaqdır gələcəkdəki bəlalara. Da sən etiraf elədin və salam, keçmişdən azadsan. Görün, nə əzəmətli gecədir, nə gözəl gecədir. Keçən il dedim, lənət oxuyuruq da bu gecə. Allahümməl ən qətələtə əmiril müminin 100 dəfə Əli əleyhissalamın qatilinə lənət oxuyuruq.
qatillərinə. Əleyhissalamın qatili kimdir? İbn-i Mülcəm. İbn-i Mülcəm indi əzabın içindədir, axirətdədir. Bəli, onun şəxsinə də lənət oxuyuruq, o heç. Amma bu qədər lənət 1400 ildən sonra nə üçün hər dəfə deyib bunu təkrar elə? Nə üçün? İbn-i Mülcəm bir təcəssümdür. Günah təcəssümü, pislik təcəssümü. Pisliyin bir örnəyidir, pisliyin örnəyidir. Biz bir fərdə lənət oxumuruq. Fərdi o günə qoyan pisliklərə lənət oxuyuruq. Adamı İbn-i Mülcəm eləyən günahlara lənət oxuyuruq. İbn-i Mülcəm olmağa lənət oxuyuruq. İbn-i Mülcəm olmağa.